Bugün müalicəmiz yekunlaşıb 13 yaşlı Elmir balamızla. Gələndə qamət pozunluğumuz klasik olaraq skala 100 başlanğıcımız, kifozumuz var idi irəli dərəcə. Bugün 21 günlük fizioterapiya, reabilitasiya proqramımızı bitirdik, müayinələrimizi aparmışıq. Baxdığımız kimi çiyinlər tamamilə düz, heç bir kifoz narahatçılığımız qalmayıb. Əllər yerə dəymirdi, indi əlini göstər zəhmət olmasa, əl yerə dəyir. Oturanda tabanlar yuxarıdaydı, tabanlarımız düzəlib. Fikir verirsiniz, tamamilə normaldır. Skoliyoz başlanğıcımız isə tamamilə yoxdur. Yəni 21 günün müalicəsi, nəticəsi necə ola bilər deyə soruşursunuzsa, bu Elmir balamız bir misaldır buna. Vaxtında düzgün elənən müalicələrdən nəticə də super olur. Valideyndən soruşaq, siz nə fərqlər hiss elədiniz? Çox gözəl Aynur doktor, çox razı qaldı. Biz bax bu prosedurun 4-cü günündə mən hiss elədim ki, Artıq 4-cü günündə. 4-cü günündə doktor, Allah haqqı, bax yalan demirəm, Allah haqqı. 4-cü günündə biz gördük ki, uşağın qamətində nə qədər fərq var. Çox təşəkkür edirik sizə, kimi doktorlara, siz kimi doktorlardan çox olsun, sizə can sağlığı arzu edirik. Çox sağ olun, biz də Elmir balamıza. Çox sağ olun. Elmir balamıza bundan sonra həyatda sağlamlıq, uğurlar, yolu açıq olsun. Çox sağ olun. Çok teşekkür ederim. Sağ olun.